Salam, hər birinizi salamlayıram. Mən bugün sizə My Design Mind səhifəsi haqqında ümumi məlumat verəcəm. Səhifənin imkanları, hansı xidmətləri göstərir və bu səhifədən necə yararlana bilərsiniz. Səhifəni açan kimi sizi ilk qarşılayan ana səhifədə Creator Studio yazısını görürsünüz. Sonra mənim evim aşağı endikdə görürsünüz. Və bu sahədə hansı sahələrdə işlər görə bilərsiniz və Creator Studio haqqında daha ətraflı məlumatları ala bilərsiniz və aşağı endikdə səhifə haqqında ətraflı məlumatları ala bilərsiniz. Bugün mən sizə mənim evim səhifəsi haqqında bir məlumat verirəm. Mənim evim səhifəsinə keçdikdə belə bir pəncərəsi qarşılayır. Ümumiyyətcə mənim evim nədir? Bu həvəskar ev sahibləri üçündür. Adətən insanlar stil seçərkən nə istədiyini bilmirlər, qərar verə bilmirlər. Onun üçün bizim bu səhifədə sırf ev sahibləri üçün yaratdığımız pulsuz test var. Bu psixoloji testdən keçərək, 24 suallıq bir testdən keçərək artıq sizə uyğun olan üslubu təyin etmiş olursunuz. Və paketi aldıqdan sonra burada aşağıda göstərilən bütün AI, 20 ədəd AI render limiti, PDF hesabatdır. Və burada göstərdiyim artıq real səhifə üzərindən alınmış renderlərdir. Bunlar nədir? Sizin artıq test nəticəsində sizə təyin olunan üslub üzrə siz öz otaq şəkillərinizi platformaya yükləyərək həmin üslub üzrə sizin renderlərinizi ala bilərsiniz. Otaqlarınızı, öz evinizi özünüz dizayn edə bilərsiniz. Növbəti artıq mən sizə Creator Studiyası haqqında məlumat verim. Creator Studiyası haqqında yeni bir layihə yaradırıq və bu layihədə 3 kateqoriya üzrə interyer, eksteryer və landşaft kateqoriyaları üzrə qovluqlar açaraq, layihə açaraq siz iş görə bilərsiniz. Növbəti videolarda daha ətraflı bu kateqoriyalar haqqında məlumat verəcəm. Hələlik salamat qalın, sağ olun.